Gözlerinde açılır bu milletin seheri, senin adınla bağlı bu halkın her zaferi. Qədemin değen yerde sehralarda gül açır, Gülistana çevrilir yurdun kendi şehri. Güneş doğur elə bir harda çekilir adın, dosta fəxarət gelir gözü kör olur yadın. Azerbaycan deyəndə seni düşünürük biz, azadlığı inamı xalqa sen bağışladın. Sen elə bir zirvəsən, küləklərin eyləyəcək, dünənim bugünümsən, səninlədir gələcək. Ne kadar Azerbaycan, ne kadar bu millet var, Heydər halkım diyecek, halk Heydər söyleyecek. Heydər halkım diyecek, halk Heydər söyleyecek. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz, sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde, sana halaldır halal ülvü mehabbetimiz. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz, sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde, sana halaldır halal ülvü mehabbetimiz. Sen ele bir zirvəsən, küləklərin eyləyəcək, dünənim bugünümsən, səninlədir gələcək. Ne kadar Azerbaycan, ne kadar bu millet var, Heydər halkım diyecek, halk Heydər söyleyecek. Heydər halkım diyecek, halk Heydər söyleyecek. Əziz değerli dostlar, biz hal-hazırda Yardımlı rayonundayıq. Heydər Əliyev mərkəzindəyik və Ulu Öndərin büstünün yanındayıq. Burada Yardımlının ictimaiyyəti buradadır. Yardımlının değerli insanları buradadır. Yardımlının şairləri var, idmançıları, polis nəfərləri, keçmiş polis işçiləri, şəhid qardaşları, ziyalıları, xeyriyyətçiləri, iş adamları, müəllimləri. Yəni Yardımlının hər sahədən olan oğulları, değerli insanları buradadır. Məhz bugün mayın 3'ü Yardımlı rayonunda Ulu Önder Heydər Əliyevin 103 illiyini qeyd edirik. O tədbirdən öncə bizim borcumuzdur ki, bütün Azərbaycanlıların borcudur ki, Azərbaycanın yaradıcısı, Azərbaycanın qurucusu, Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevi yaşatmaq, onun ruhuna salavat çevirmək. Allah
başta ulu öndərimiz olmaq şərti ilə Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağ sağlığı versin. Hamımız bir deyək, yaşasın Azərbaycan, yaşasın Azərbaycan.